Loğman Suresi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Mim. Bu, hikmətli kitabın ayələridir. Xeyrxax əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadılar. Məhz onlar nicat tapanlardır. İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan saptırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. İman gətirib yaxşı işlər görənlər üçün nəyin bağları hazırlanmışdır? Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, qüdrətlidir, müdrikdir. O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb, orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, ondan başqaları nə yaradıblar? Xeyr, zalimlar açıq aydın azğınlıq içindədirlər. Biz Loğmana hikmət verdik. Allaha şükr et. Kim şükr etsə, özü üçün şükr etmiş olar. Kim nankör olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, tərifə layiqdir. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi, oğlum, Allaha şərik qoşma, həqiqətən Allaha şərik qoşmaq böyük zülümdür. Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə 2 il ərzində olur. Mənə və valideynlərinə şükr et. Axır dönüş mənədir. Əgər onlar bilmədiyim bir şeyi mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəşdə getmə. Dünyada onlarla gözəl davran. Mənə üst tutanların yolu ilə get. Sonra isə dönüşünüz mənə olacaq. Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. Loğman dedi, oğlum, gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən Allah lətifdir, xəbərdardır. Oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə, başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir. İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma.
Həqiqətən Allah heç bir özündən razını, özünü öyəni sevmir. Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir. Məyər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. Onlara Allahın nazil etdiyinə itayət edin deyildikdə, onlar, yox, biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik deyərlər. Əgər şeytan onları cəhənnəm odunun əzabına doğru sürükləyirsə, necə olsun? Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. Kafirlərin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən Allah kökslərdə olanları bilir. Biz onlara dünyada olan nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik. Əgər sən onlardan göyləri və yeri kim yaratmışdır deyə soruşsan, onlar hökmən Allah deyəcəklər. De ki, həmd olsun Allaha, lakin onların çoxu bunu bilmir. Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Allah zəngindir, tərifə layiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona 7 dəniz də qatılsaydı, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən Allah qüdrətlidir, müdrikdir. Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən Allah eşidəndir, görəndir. Məyər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? Bu belədir. Çünki Allah haqdır. Kafirlərin ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən Allah ən ucadır, ən böyükdür. Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötürü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükr edənlər üçün bir ibrətdir. Dağların saldığı kölgələr kimi, dalğalar onları çulğadığı zaman, onlar dini məhz Allaha məxsus edərək ona yalvararlar. Allah onları xilas edib, quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankör xainlər inkar edərlər. Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada,
övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın. Hiləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın. Həqiqətən o saat haqqında elm yalnız Allahdadır. Yağışı o yağdırır və bətinlərdə olanı o bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz. Heç kəs harada öləcəyini də bilməz. Allah isə şübhəsiz ki, biləndir, xəbərdardır.